Sistemin edən dəyişikliklərdə xəstəlik vərəqəsinin reestri, burada təzə bir bölmə açıldı, xəstəlik vərəqəsinin geri qaytarılması. Bəzən mən bunları təqdim edirəm, sonra kimsə mənə yazır ki, axı məndə o görsənmir, sizdə görsənir deyir məndə. Onun üçün sizdə rəhbər səlahiyyət verməlidir. Yəni rəhbər səlahiyyət veribsə siz görəcəksiniz. Yoxsa rəhbər sizə yeni səlahiyyət verilmirsə, yəni siz rəhbər kimi yox, işçi kimi girirsə, səlahiyyət verilmiş kimi girirsə, yeni dəyişiklikdən sonra o girin səlahiyyətlərə etibarsız edin, yenidən səlahiyyət verin. Çünki o zaman görsənir. Xəstəlik vərəqəsinin geri qaytarılmasını seçirəm. Məsələn, ta ki bu işçidə xəstəlik vərəqəsini mən geri qaytarıram. Deməli, xəstəlik vərəqəsini geri qaytarıram. Burada geri qaytar düyməsini vururam. Nömrə avtomatik qeyd olunur. Səhv olduğuna görə də, yəqin ki, səhv olduğuna görə. Bəli, yanlış olduğuna görə mən bunu səhiyyə müəssisəsində qaytarıram. Yəni, qaytarıram ki, səhiyyə müəssisəsi geçsin bunu nəzərə alsın. Bu zaman mən nə edirəm? Seçirəm, nə səhv qoyulur. Məsələn, son diaqnoz yanlış qeyd edilib. Məsələn, ola bilər bir neçə səbəb olsun. Stasionar girişin çıxış və tarixləri səhv qeyd edilib. Və burada da qeyddə daha ətraflı yazıram və bunu göndər düyməsini basıb göndərirəm. Burada məsələ ondan ibarət ki, iki məsələyə xüsusi diqqət yetirin. Bir,